Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Bu günləri cəhalət mühəndisliğinə qələbənin 213-cü bölümünü başlayıram. Dünənləri geçmiş programda iki dana önemli kitabla rastlaşdım. Biri Afganistan ki Türk millətinin torpağıdır, tarixi torpağıdır. Orada Türk dövləti zamanında və hətta sonralar Türk dilini öyrətmək üçün Fars dilində bir Türk dili kitabı yazılıb və onu mədrəsələrdə, dövlət dəvairində, idarələrində onu təlim edirlər. Çox gözəl yazılıb, elmi yazılıb. Çox sevdim. Bunu farsça idi, oxudum amma birazın bir 20 səhviyə yaxın oxudum ondan. Çoxlu öyrəndim. Öyrənməli kitabdır, sadə və gözəl yazılıbdır. Cəlibdir ki, yazar bir müəllimdir. Nəzif adında. Və deyir ki, bu zamanda millətlərin dillərini öyrənmək çox mühümdür. Və inkişafın əlamətlərindən, şayət lazım olan bir şeylərindəndir. Deyir ki, Osmanlı türkçəsi, yəni türkçə, Avropa dillərindən daha önəmlidir. Hətta ərəbdən önəmlidir. Ərəb dilindən önəmlidir. Çünki İslam dünyasının rəsmi deməyək, amma ortaq dilinə çevrilib türk dili. Və onun haqqında bir kitab yazıbdır. 60 neçə səhifəlik bir kitabdır. Çox böyük bir kitab, ağır kitab deyil və çox gözəl misallarla türk dilini öyrədir. İkinci kitab ki, ələ götürdük və heyif oldu onu o cələsə götürməyəydik, bu günləri oxuyaydıq. O da ağıl üzünə danışmaqdır. Kitabın adı Mizanul Haqqi fi İxtiyarul Haqq. Əgər o cür olsa baxım, bəli, Mizanul Haqq fi İxtiyarul Haqq. Bu kitab 140 il öncə yazılıbdır. Türk dilində fəlsəfə deyə yazılıbdır. Və bir millətin əgər ziyalılardan %5-i, demirəm tamam millət və tamam ziyalılar. Əgər bir millətin, məsələn baxın, deyirik ki, Yunanda fəlsəfə var idi. Yunan məsələn deyək ki, orada 100 min adam yaşırdı. Orada 3 dana, 4 dana, hər 100 ildə bir dana, 2 dana filsuf var. Ona görə deyirlər, ora fəlsəfə məmləkətidir. Avropa, Amerika deyirlər ki, ziyalılar, filsuflar məmləkətidir. Yığsaz indi şayət Amerikada 3 dana, 4 dana ya 5 dana filsuf var. Yəni, hamı filsuf deyil. 340 milyon Amerikada adam yaşır. Bunların içində şayət 20 dana filsuf var. Yəni, çox yoxdur. Fəlsəfə oxuyan var. Bəlkə gediblər danışgahda falan fəlsəfə oxurlar. Amma filsuf deyə bir ayrı bir şeydir. Ha belə Avropada da. Yəni, biz deyəndə Alman filsufların məmləkətidir. Tarixində neçə filsufu var? Şayət 5 dana. Amma o 5 dana o milləti filsuf eləyibdir. Çünki hamı filsuf olmaz, hamı o şeyə getməz. Bunlar hamı müxtərə olmaz. Hamı ömür boyu hamı görüb ki, alma göydən yerə düşür. Amma bir nəfər deyib, bu cazibə vardı. Və indi də o cazibəyə çoxlu müşkillər çıxır teoriki olaraq. Mənim özümə də rast gəlmişdi. Həm təyyarada, həm qətarda. Ki, məsələn, bir şey atırsan, ya hop bulursan, qətar düşürsən həman yerə. Nədən o altında gedir? Niyə onu düşürsən? Məsələn, biraz dalılıq. Ya biraz qabaqlıq. Məsələn, bunun illəti. Bu da və bir nəfər bunu çıxardıbdır. Amma dünyada təsir qoyubdur. Bizim də millətimizdə, Türk millətində o zaman ki, fəlsəfə və ağıl, hətta bu yazarımızın mən düşüncəsindən bir düşüncə aldım. Umaram inşallah Allah bu imkanı versin. Bu günü də bizə qismət elədi. Bu günləri bir kitab oxuyacaq, türkçə deyilmiş kitab oxuyacaq, əl yazma. Amma dünənki o kitab ki, oxuduq fəlsəfə haqqında mənə bir düşüncə verdi. Umaram ki, bir gün gələ o kitabı da oxuya, yaza bilən məsələn. Üstündə araşdırmadır, çox araşdırmalı bir kitab zehnimə gəldi.
Amma bu kitab Mizanul Haqqi fi ixtiyaril haqq. Fəlsəfə haqqındadır. Və əgər bu fəlsəfə bir zaman türklərin arasında yaygınmış, yəni deyək ki 100 dana türk yaşırmış, bunlardan biri fəlsəfəni düşünürmüş. O zaman biz inkişaf eləmişik. O zamandan ki fəlsəfəni qoymuşuq qırağa, namaza yapışmışıq, oruca yapışmışıq, təharətə yapışmışıq, ondan sonra uduzmuşuq. Demirəm namaz oruç yox ha, bunu inkar eləmək anlamında deyil bu demək. Bu bunu deməkdir ki, o zamandan ki gəlmişik, gözü yumulu ibadətə girmişik. Çünki ibadət də gözü açılı olmalıdır. Əslən bizə öyrətmişdilər ki, Allahı da ağılla tapacaqsınız. Allah eşikdə yoxdur. Allahı Peyğəmbər də deyib ondan tapmaq olmaz, ondan qəbul eləmək olmaz. Allahı gərək öz içində, özün öz fikri ilə, düşüncənlə axtarasan, deyəsin ki, bu Allah var. Bir güc var. O gücə mən Allah deyirəm. Bir varlıq var, ona mən Allah deyirəm. Yəni o zaman ki öz əqli və toplum öz əqlini işə saldı, onda təbii o camiə deyirlər, camiə tərəqqi elər, tövsiə elər, inkişaf tapar və gedər qabağa. Bu kitab türk dilində fəlsəfəni yazıbdı. Bundan belə ki dinçilər və mollalar güclü olan zamanda yazıbdı, amma çox elmə, çox ağla şey edir. Mən Günas TV-də 2012, 2013, 2014-də bu bəhsləri biraz danışmışam. Mən onda hətta buna görə ki Günas TV-də eləyə biləm yaxçı proqramlar verəm. 18.000 dolar verdim, burada getdim kollecdə Research Analysis Postgraduate oxudum. Yəni fövq lisansıdan biraz üstə, doktoradan biraz aşağı bir məqtədir, onu oxudum ki, fəqət burada nə cür təhqiq elərlər, araşdırarlar və nə cür bu araşdırmaları analiz elərlər. Onu oxudum və orada gəldim Günas TV-də bir də araşdırmalar Quranda edirdim. Məsələn, görək ki, Quranın əsli anlamları nədir? Ki, Quranda çox təkrar olubdur. Hər nə şey ki, çox yazılıbdır ya deyilibdir Quranda Allahın tərəfindən, o önəmlidir. Məsələn, onlardan biri Allahdır. Allah sözü. İndi onlardan görək ki, namaz sözü neçə dəfə, yəni səlat. Səlat neçə dəfə gəlibdir? Əqimus səlat. Bu neçə dəfə gəlibdir? Yəni səlat sözü. Görək ki, əql sözündən yaranan sözlər necə gəlib? Neçə dəfə gəlibdir? Yəni, əql sözündən yəqilun, təqilun, ya mənfisi var. La təqilun, la yəqilun, ondan sonra elm sözü var, yələmun, elm, bu kəlmələr, elmdən yaranan sözlər var. Görək ki, bunların hangisi əslidir? Mən orada gətirmişəm ki, məsələn, əql sözü Quranda neçə 100 dəfə təkrar olubdur. Elm sözü neçə 100 dəfə təkrar olubdur. Siru fil ərzi dolanın yer üzündə neçə dəfə. Yəni, bunlar o önəmli qavramlardır ki, Quranda gəlibdir. O zamancan ki, insanlar bunların üzü ilə gediblər, Qur'anı belə əql ilə oxuyublər, bu kitablar da ona deyir. Mən qabaqcanda Allah rəhmət eləsin, əgər ölmüş olsa, o Ayətullahla ki, dərs oxurdum Təbrizdə, Ayətullah Moğlana, onun da dərslərində bu söz var idi. Qur'anın da belə əgər, hədisin də belə əgər anlayışı və dediği əql ilə cür gəlməsə, qoyacaqsan qırağa. Çünki Allahın ən böyük nemət ki yaradıbdır, yaradıqdan sonra əqildir. Əqil gücüdür bizdə yaradıbdır. Əqili yaratmayıbdır. Əqil deyə bir şey mən inanmıram ki, bizdən eşikdə var. Bəlkə Allah'a əqil deyələr bir iddə. Ona adını qoyublar əqli kul. Elə ki, məsələn, orada bir səddi, bir bəndidir, vurublar, orada bir əqli orada var, ya orada bir nənə var, alır kimi, məsələn, burada əqil pöhrə verir. Arı kimi, məsələn. Ya bir ağaçdır, məsələn, onun barı əqildir, o, məsələn, o bu gəlib ondan da yiyə bilir. Belə bir şeyə mən inanmıram. Mən şəxsən özüm inanmıram. Mən inanıram ki, əqli deyə bir şey yoxdur, bir beyin var, bu beyni toplumda doldururlar. Və bu beyin sahibi qalıb ki, bu beyindən nə cür faydalana, bunu nə cür işlədə.
Əgər bu beyin işlənsə, ağıl deyirik. İşlənməsə deyirik ağılsız. Bu qədər. Vaqəən düzün deyim, dünəndən bu kitabın üstündə çox fikirləşirəm. Heyfim gəlir ki, bunu niyə oxumayam. Bəlkə Allah bir ömür versə, bir fürsət versə, hər gün bundan adam 1-2 səhifə ya 5 səhifə oxuyar. Elə canlı yayında. Bunu fəqət oxuya, bunu tərcümə eləməyələ, oxuya gedə bilərsə. İnsanlar eşidələr, əgər bir zaman qulaq assalar, görərlər belə bir türk dilində və son zamanlara can fəlsəfə var imiş və bu fəlsəfə gedirmiş. Amma gedək bu günləri sözü uzunlatdıq, gedək görək ki, bu günləri şansımıza hangi türk kitab çıxır, ona bir baxaq və onu bir gözdən keçirək. Bəlkə də elə dünənki kitaba bir baş vuraq, çünki çox sevdim mən o dünənki kitabı. Mizanul Haqq idi dünənki oxuduğumuz. Açım. Dünən buracan oxumuşuq. Yəni oradan buradan oxumuşuq, gəlmişik buracan. Biraz şeydir. Tamam, 3 dənə də ayrı kitab açıldı. Görün bu hansısıdır. Bu o Əfqanistanda yazılan kitabdır. Bu da elə yenə həmin kitabımızdır. Bunu bağlayaq. Mizanul Haqq 2 dənədir. Tamam. İndi görək bu günlərə hangi kitaba baxırıq. Bu günləri Qara Çələbizadə Əbdüləziz Zəfərnaməsi. Zəfərnamədir. Əvvəl bunu oxuyaq. Görək ki, nə olur. Kitabı biraz kiçildim. Buna bir baxaq. Kitabın yerləşdi bu səhifəyə. Biraz da çox kiçildi. Bunu biraz yekəldək. Bundan izafi tıqqıllaşmır. Nədir? Bunu eləyək ki... Bu kitab elə-belə qalsın. Bu kitabın boyun görürük. Əgər diqqət eləsəz, bu hər iki tərəfində, orası gön tərəfidir, orası köhnəlibdir, cırılıbdır. Elə bu nəqqaşlığın üstünə də baxsaz, rəngi gedibdir, solubdur. Amma su üzündə Osmanlı dövrəsində, Allah rəhmət eləsin Osmanlı xəlifələrimizə, onlar sultan deyirlər, xəlifədirlər. Allah o xəlifələrimizə və sultanlarımıza rəhmət eləsin. Bizim sultanlarımızdır, bizim xəlifələrimizdir. Onların dövründə belə bir nəqqaşlıq çıxıbdır. Suyun üstündə bu nəqqaşlığı çəkirdilər. Sonra kağaza bunu çevirirdilər, yəni kağazın üstünə mindirirdilər, yüklürdülər. Sonra da yapışdırırdılar belə kitablara. Bəlkə partiyada da olardı. Bu kitab da zahirən belə görünür ki, bizim əlimizdə deyil. Harvard University Amerikada saxlanır, Harvardda. Görək ki, bunun burada yazıblar 68 səhifə. Baxaq görək ki, belə də nəzərə gəlir ki, 68 səhifədir. Kitabın adına rastlaşdıq 2-cü səhifədə. Bu da Zəfərnaməyi Qara Çələbizadə Əbdüləziz Əfəndi bunu alıbdır ehtimalən ya da yazıbdır. İndi görək ki, burada li deyəndə biraz adam deyir ki, yazıb da alıbdır görün. Ona görə şək elədim. Burada Harvard University-nin görürük ki, Haqqın Library Qara Çələbizadə Əbdüləziz Zəfərnamə, elə bu cür manuskript, əl yazı 1732 ya 34. Türkcə 31-ci kitabdır. Burada bir şeylər yazıblar ki, ərəbcəymiş ehtimalən çıxırıb bura. Tamam. İndi bu, əvvəl buradan deyək, tarix nə yazıbdır? Əvvəl kitabında bir adın bura yazaq ki, sonra əgər vaxt eləsək buna bir dünənlərə vaxt eləmədim. Heç o birisi dünənki proqramın yazısını yazmamışam. Umarım ki, fürsət olsun bir gün yazaq. Kitabın adı oldu nə mənə? Hələ feylən deyək ki, Qara Çələbizadə Əbdüləziz də, yəni Əbdüləziz Qara Çələbizadə 1727 miladi ya 24 miladi belə bu ildə yazılıbdır. İndi bunu əvvələn çevirə bilərik şeyə miladini qəməriyə çevilsək
miladini qəməriyə çevirsək 1723 deyək hələ. 23 desək, ayına da əl vurmayaq, deyək hələ bu cürsü. Olar bu neçə? 1135-də. 1135-i hicri qəməridə bu kitab yazılıbdır. Neçə il olar? İndi bundan çıxaq. 1135. 1135-dən çıxsaq 1447-ni gələr neçə? 312 il öncə bu kitab 312 il öncə bu kitab yazılıbdır. Zəfərnamədir adı. Bu da buracan hələ bu iki dənəni bildik bu kitabın haqqında. İndi gedək görək ki, kitabımızda nələr var. Bu Harvard dedik danışgahında saxlanır. Gedək o birisi səhifələrinə baxaq. Yenə elə bu iki səhifədə də həmandır. Burada Harvard Üniversitesinin 9 dünyada ən əski danışgahı türklər düzəldiblər. Harda? Misridə. O danışgah ki, bugün Əl-Əzhər deyirlər, o danışgah Türk dövləti onu düzəldibdir və bu günlər dünyanın ən əski qədimi danışgahı dünyanın odur. Misridə və bu günləri şeydə yer alır, Qahirədə yer alır. Əlbəttə Qahirə çox böyük bir şəhərdir. Neçə şəhər bir-birinə yapışıb olub Qahirə. Orada olur. Bu da o. Ondan sonra da Ləndəndə də hardadır? İkinci danışgahda oradadır. Onları da bir araşdırma edirdim, orada gördüm. Amma burada görürük gəlir kitabı möhrü. Burada görürük ki, qazma möhür deyim bunun adına. Yəni, əl çəkəndə bəllidir ki, bu qazılıbdır kitabın üstündə. Möhrü basıblar möhkəm. O şey olubdur. Burada yazıblar, onu qoyublar, university qoyublar. Kitabın əcəba əvvəlidir ya şeydir. Kitab buradan başlanır. Burada pənsinə saxlayıblar kitabın səhifəsini ki, əksini salalar, şey olmasın, ehtimalə bir şeydir vurublar, bura əksini salıblar, düşübdür. Kitabın səhifəsi üst-üstə yaxçı qalıbdır, orada burada bir şeylər görürük. Burada əlbəttə qərarlıqlar ortada görürük. Bir də burada kəsb görürük, kağız yapışdırıblar. Kağız xətt əl yazmadır və bu kitab ora getdiyi tarixi bəlkə yəni o xaricəlilər Amerikaya zada getdiyi tarix 312 il öncədir. Bəlkə bu kitab daha qədimi olar. Baxarıq, görürük ki, bir şey tapa bilirik ya yox. Gördüyünüz kimi sadə yazıdır. O tərəf, bu tərəf bir xəttdə deyil. Biraz dalı-qabağa gedibdir. Səhifələr dövrəsinə kadr çəkməyiblər. Amma içində bir yazılar, qırmızı rənginin yazılar görürük. Xətti çox gözəl yazılıbdır. Dünya yazanın barmağının cizgisiləri, xəttləri ta ki özünə aiddir, ayrı adamda yoxdur. Yazısı da eyni ona taydır. Bəzi kəlmələr görürük qırmızı yazıbdır və bu yəni ki orta titridir, orta yazıdır. Yəni üstdəki mətləb qutarıbdır, aşağıdakı mətləb istir başlaya. Ona görə ortada bunu qırmızı yazıbdır. Görürük ki, bəzən qırmızı nöqtələrdən istifadə edibdir. Bu əl yazma birinci əl yazmadır. Hardan deyirəm? Çünki burada görürük ki, bir dana bir kəlməni burada birinci sətirdə yazıbdır, sonra üstünə bir xətt çəkibdir. Yəni ki, bu qələti olub burada. Əlbəttə, sonra da burada düzün bu tərəfdə yazıb. Eşikdə düzün yazıb ki, hər kimsə yazmışmış, yazıb ki, hər kəsə. Ona görə, ondan sonra burada babları görürük, bu da calibdir, bu qismətləri oxusaq, bu kitaba görə bir şeylər öyrənərik. Yazıbdır, götürüb burada bunu silibdir. Əlbəttə, burada bir kəlmə olunmaq üçün kəlməni kamilən bunu bir şey ilə qazıblar, tazaşdan yazıblar. Sultan kəlməsini yazıblar, həzrətləri qazıblar. Burada əslən bu sətri demək olar ki, çoxun qazıblar, tazaşdan yazıblar. Yəni, rəngi də bəllidir ki, burada bir əl aparılıbdır bunun içinə. Ya indi yazar özü dəyişdiribdir, ya soralar dəyişdirilibdir. Onu mən deyə bilmirəm. Nəzərimə gəlir ki, bu kitabı %90 oxuya bilərəm. Biraz indi bunun sürətini çox, əlbəttə bir dana kəlmə burada gördüm, nəzərimə gəlir ki, onu bilməyəcəm, oxuya bilmağında biraz müşkilə bəlkə düşəm.
Kitabı burada biraz sürətlə səfərlərin vuraq. Diqqət eləsəz görərsiniz ki, bu bir növ İranda buna xoşnevisi deyirlər. Səni-i xəmsə və ərbəinə və əlif. 1045. 1045-də bu yazılıbdır. Yəni 400 il öncə. Ya 400 il öncənin tarixini yazıbdır. Yəni bu kitab o zaman yazılıbdır, yazılmayıb. Ona baxarıq, görək ki, ha zaman yazılıbdır, hangi zaman yazılıbdır. Yenə burada görürük ki, bir dənə xətti üstünə xətt çəkibdir. Burada əlbəttə görürük ki, kitab cırılıbdır, onu çəspinə yapışdırıblar, bir kağızı cırıblar, onu yapışdırıblar. Sağ olsun, hər kəs də Allah rəhmət eləsin. Bu kitabı saxlayıb hər halda. Ehtimal burada, amma o kəlmə ki, xərab, qələt yazmışmış, onu düzün qıraqda yazıbdır. Nöqtədən çox istifadə edib, qırmızı nöqtələrdən. Yenə də burada görürük ki, bir ayrı sətri, bir sətr, yəni 3 kəlmə ya 4 kəlmə iştibah yazmışmış, üstünə xətt çəkibdir, eşikdə onun düzün yazıbdır. Burada görürük bir dənə kəlmənin yazıblar, siliblər, yenə yazıblar, yenə də siliblər, üstünə də xətt çəkiblər, yəni ki, əl aparılıb bu kitaba, əcəba şey yox. Məsələn, burada birinci sətirdə görürük, mən daha çox məsələn, bu səhvədə bir dənə üstə 1, 2, 3, 4, 5, 6 kəlmə görürük ki, qələt yazıbdır, üstünə xətt çəkib gedib bu tərəfdə onun məsələn düzəldibdir. Və ortada da yenə bir xətt görürük ki, onu da yazıbdır. Onu da üstünə xətt çəkibdir, gedibdir eşikdə onun düzün yazıb, albatta onun üzünə elə su tökülüb, nə tökülübdür, o da gedibdir. Burada da yenə bir yeri görürük ki, orada da çəspinə ehtimalən yazıblar, siliblər. Çünki bu qazmağa da bənzir. Çəsbidə, su çəsbi, nəccarlıq çəsbi kimi bir ya laç dediyi adam gərək baxa görə ki, bu kəlməni dəyişdirməkdə bir ciddi təsir olar, yoxsa elə məna düzdür, mövqe düzdür, siyasi bir anlayışı yoxdur orada, ya bir siyasi anlayışı dəyişdirir, ayrı bir anlamda olsa, onların üzrə danışmaq olar. Yenə də bu səhifədə 2 yeri, buradan görürəm, bu da 3-cü yer ki, 4-cü yer. Fəqət bu səhifədə görürüm ki, 4 yeri yenə xətt çəkibdir və tazaşdan yazıbdır. Bu səhifədə də yenə aynı, əlbəttə o bir danasını gördüm. Gedirik bu birisi səhifədə o cürdür. Bu birisi səhifədə biraz xətt dəyişir. Elə bir ki, həm nazik yazılır və həm sətirlər bir-birinə çox yaxın oldu. Burada qırmızı yazını görürük. Çox ciddi bir... Burada dahi sətirlər bir-birinə yaxın oldu. Xətt biraz dəyişdi. O uzatmaqları çoxaldı. Davam edir həman xətt. Bu kitab birinci yazmadır ya da ki, elə birinci nüsxədir. Yəni, əsli yazarın ya əsli yazarın ya o əsli nüsxədir nəzərimə gəlir. Çünki indi o yazarınki deyil ehtimalən. Bu gedibdir bir yerdə yazılıbdır. Onun üçün də bunun içində qələtləri çox görürük. Və əlbəttə bu qələtləri mən sevirəm şəxsən. Niyə? Çünki bu göstərir ki, bu kitabın içində əgər qələt yazıbsa ki, o yazarın sözü deyil, nüsxə yazan görübdür ki, qələt yazıbdır, üstünə xətt çəkib eşikdə yazıb. Yəni, bu ki, mən əmanəti saxlayıram. Amma o birisi kitablarda ki, biz qələt görmürük, amma nüsxə yazılıb, orada mən and içə bilərəm ki, bəzi kəlmələri iştibah yazıblar, amma düzəltməyiblər. Deyiblər, tamam da, yazdıq, elə belə qalsın. Ələn bu səhifədə 1, 2, 3, 4, 4 dana gördüm. Əlbəttə, istirdim gətirəm əşyayı çox görəm. Gördüm ki, getdi. Bu səhifədə bir dana gördüm. Əşyada da 2. İkincisini də gördük. Əlbəttə, burada su da tökülübdür. İndi ya silinibdir, ya da ki... Yəni, su tökülmək özü də bir şeydir da. Yəni, bir növ çalışmaqdır ki, o kitabı silinsin. Hər halda bu səhifələr 68 səhifəlik bir kitabdır. Çünki PDF-in özündə də burada dahi çox sətirlər bir-birinə yapışıblar və bir-birinə xəttlər də çox dəyişib. Yəni, o xətt getdikcə üzdən xətt değişilir. Yavaş-yavaş değişilir, amma ciddi değişilir. Burada qeydli yenə biraz yaxşı oldu. Bu yazını oxumaq biraz çətindir. Amma bu səhifənin sonuncu səhifəsini buranda görürük ki, biraz yaxşılaşdı. Xəttlər daha aydın yazıldı. Burada görürük bir dənə böyük xətt demək olar ki, biz sətri əvvəldən axirinəcən
üstünə xətt çəkibdi, amma yazmayıbdı. Onun eşikdə düzü nədir, onu yazmayıbdı. Aşağıda da bir dənə eyni ona da. Çox cəlib kitabdır. Mən bu kitabı sevdim. Allah bunu yazanı və bunu nüsxəçini rəhmət eləsin. Nüsxəçiyə rəhmət eləsin. Yenə burada görürəm ki, bir kəlməni qazıblar ya da ki, dediyim kimi, lak ya nəccarlıq səsbi vurublar və üstündən təzəşdən yazmağa çalışıblar. Bu kitabın xətti tez-tez dəyişir. Yəni, bunun yazarı bir nəfər deyil. Neçə nəfər bu kitabı nüsxə götürürlər. Yəni, bir ayrı kitabdan qoyublar qabaqlarına bu kitabı yazırlar. Onun üçün səfhədə harda yazılacaq ora dəyişir. Yəni, səfhənin ortasına tərəf getdikcə azalır ya çoxalır. Sətirlərin arası azalır, çoxalır. Xəttin nə cür yazması, nəqqaşlığı, xəttlərin nəqqaşlığı azalır, çoxalır. Bu onu göstərir ki, burada bir nəfər yazmır. Bunu ya da bir nəfər yazsa çox ruhiyyə hal ruhiyyəsi dəyişilir. Baxın, o sətrinlə bu sətrin fərqi var. Yəni o səhifə ilə bu səhifənin. Yəni, kamilən fərqi var. Mən bu fərqləri görmədim, tuta bilmirəm. Onun üçün də burada, məsələn, çox yaxınlaşdı. Bir-birinə burada çox aydın yazıldı. Yəni, bu səhifə ilə, bu iki səhifəni qoyun, bu səhifə ilə aydınlışlığını görəndə adam görür ki, burada əslən fərq elədi, qələmin ucu da fərq elədi. Kitab qutardı. Gəldik kitabın axırda danışqahın yenə də möhrünü görürük. O Harvard'ın, Harvard'da ehtimalən görürüm ki, bəli, Harvardian in November anlamına ya NOVANC Siglam Akademiya. Hər halda bu bir dənə akademisi, yəni onun bir danış edəsidir ehtimalən. Bu da kitabın sonudur. Sonunda da görürük ki, Zəfərnamə-li yazılıbdır eyni nəqqaşı ilə, amma təəssüflə görə bilmədik ki, bunun axir səhifəsinə bir baxaq, görək ki, əcəba burada bir tarix görürük ya yox. Bir 3-4 səfə gəldik əvvələ, bura o şey ki, axirdə gedəcəyik, onu əvvəldə eləyək. Yəni, gedək, məsələn, burada əşğada 5-6 sətir qalandan oxuyaq, görək ki, və dəvam, kəmali, dəvab, mı silibdir, mı qoyub üstünə. Burada təbii ki, qələt deyil. Dəvab, kəmali, mərtəbi, zəhmət və istirab çəkərlər ki, əksərin kəndi malləri ilə ya yapdırıb, yəni işi verirlər, bir adam görür, yapdırmaq. Mənim bir işim var, verirəm bir ayrı adam o işi görsün, o deyir, yapdırır. Yapdırıb mağdas, atlat və vəsayayı qeyri-müəyyənə və bəzi təsərrüfat mütədilə ilə təhmil edirdilər. İstanbul'dan ma-əda Anatoli və Rum eynidə ilində. Anatoli və Rum ilində məlum və qeyri-məlum köprülər və dəxi qaldırımlar və xanlar. Xanlar, indi bunları bir-biriyim. Köprülər, yəni həman körpülər. Qaldırımlar yoldan biraz uca olur, ha biz ona piyadarın qırağıdır, bilmirəm nə deyirik ki, onu bilmirəm, eşik yadımda deyil. Ona deyirlər qaldırım ehtimalən. Xanlar olur karvansalalar, xanlar və tatinə etmələr sərf edib. Bu nə mənədir, bunu oxuya bilmədim. Tatinə əməklər sərf, ehtimalə bu da əməklər olacaqdır. Əlbəttə, əməklər sərf edib, hənuz dəxi xəbər aldıqları yerlərə əsər xeyr ehdas
etmədən xali deyillərdir. Həman şəb ruz və axər oldur ki Huba Cənabi Rəbbül Aləmin Cəllə Şə'nuhu Vəzir Ali Məqam Həzrətlərin məsnəd-i vizarət və sədr-i sədarətdə həmişə mərcəi hacətməndan xəlq cahan və dəst-i rəhməti və ehsanları ilə sahi aləm və qulubi, burada bir kəlmə yazıbdır, tarixdir. Qulubi bəni Adəm mə'mur və abadan olə. Vallahu müstəan təmmə. İndi bu təmmədən sonra burada bu tarixi görək ki, oxuya bilirik ya yox. Yazıbdır ki, Əl-Fəqir adın yazıbdır. Əl-Fəqir Hacı Süleyman o nədir? Hacı Süleyman. Hacı Süleyman mən burada bir İskidar Beyt Haliyə nə mənə oxuya bilmədim. 1137-dir ya 36-dır. 36 olacaq. 1136 görürəm. Burada 35 yazmışdılar, çevirdik, elə olacaqdı. Məsələn, bunu 4 qoysaq, yəni dedik ki, miladi 1423 ya 24-də. 24 qoysaq, bu çıxar, olar 1136. 1136-da bu kitaba tarix qoyubdur. Özdə Zilhəccədə olubdur elə bir. Yəni yazılısı da Zilhəccə ayında yazılıbdır. Burada özü axirdə tarix qoyubdur. Buradan bunu çıxarsaq, elə onlar da şayət mənə şək eləyiblər yazanlar ki, bu 36-dır, 37-dir, əlbəttə 35 götürüblər onlar əslində. Zilhəccə ilin ortası olduğu üçün elə gərək ki, ortası tutaq. Tamam, indi gələk kitabın ən baş səhifələrindən başlayaq görək ki, nə mənələr oxuya bilirik. Bismillahirrahmanirrahim. Zahirən kitab Dürər-i Əbrar Həmd və sənai bi nəhayət nisar dərgah-i kəbir ma pənah-i ilahi kəbiri pənah-i ilahi və cəvahiri taberari salavat. Burada cəvahirati geri olması yox. Əvvəldə bu dürərdir ehtimalən. 2 dənə rı vardı. Əbrar. Dürər-i əbrar nə mənə olar bilmirəm ki. Yəni nə mənası verər? Kəlmənin əvvəli bundan başlamaqla biraz mənə əcib gəldi. Həmd-ü sənai bi nəhayət nisari dərgah-i kəbiri. Burada bir dənə ma oxuyaq, he oxuyaq. Pənah-i ilahi və cəvahir تابدار صلوات و سلام بی حد و غایه و وقوع پیشگاه بارگاه حضرت رسالت دستجاهی قلنوب تحفه تحیت و درود نامحدود و آلی هدایت مالی و اصحاب. هدایت معال جرح bunu oxuyaqda mal çox oxuya bilmərik. Hidayət məal və əshabi şərəf intisabə ittisal olunduqdan sonra Qərəçələbi zadə Əbdüləziz. Adı Qərəçələbi, Qaradəy. Qərəçələbi. Qərəçələbi zadə Əbdüləziz. Adın sonra yazıbdır, şöhrətin əvvəl yazıbdır. Qərəçələbi zadə Əbdüləziz fəqir bu yüzdən izhari sirri zəmir edər ki, həqir, kəm bəzaət, müqəddəmən müqəddəma
Əbul-Ənbiya müqəddəmən Əbul-Ənbiya Həzrəti Sənillah Adəmi sahi aləm vücudə vəz qədəm etdikləri və Mudini 1052 burada sal yazıbdır. Yəni və Mudini 1052 sal-i meymənəti ictimali 1000 indi burada fərq edir. 1100 deyil. Kitabın yazmağın ehtimalən danışır. Görək ki burada nə deyəcəkdir? Deyir ki və Mudini Mudin yəni şəhər, şəhərlər, amma burada bir ayrı 1052 burada yazaq ki 1052 sal-i meymənət ictimali əvaxirinə tək musafirxanə dünyaya təşrif edən və zat-i müqəddəsi ənbiya-i mürsəlin salavatullah və səlamuhu aleyhim əcməin və car-yari رفیع المقدار و خلفای امویه و عباسیه و فاطمیه و اندلسیه و ملوک اسلامیه و سلاطین güzini Osmaniye ahvalini bir vəci icmali müştəmil olan Ruzil Əbrar nami müxtəsər tarixi mü'təbəri cəm və təlif edib. Tamam, kitabın adı nədir? Ruzi Əbrar. Əslisi buradır. Ruzi Əbrar nami tarix, nami müxtəsər tarixi mü'təbəri cəm. Nami müxtəsəri odur. Yəni Ruzətül Əbrar ya Ruzil Əbrar adı budur. Nami müxtəsər tarixi mü'təbəri cəm və təlif edib. Yəni bu tarixdə 1052 olanda indi 1447-dir. 52 çıxsaq buradan olar 300 qoy oradan hesablayaq, dəqiq hesablayaq da. Deyək ki 1447-dən çıxırıq 1052 395 il öncə 395 il öncə. Tamam, bu kitabı yazıbdır. Və cəlib budur ki, əvvəl gəlir ki, təşrif edən, yəni Həzrəti Muhammədə ehtimalən deyir ki, o təşrif edən və zat-ı müqəddəsi ənbiya-i mürsəlin salavatullah və səlamuhu aleyhim əcməin və car-yar. Car həmsaya, yar da ki şey və car-yar rəfi'ül miqdar və xulefai üməviyyə. Orada o car-yar o əshabına deyir. Yəni bunlar əshab ki biz işlədik, əshab sözü. Onu türkçəyə çeviribdi, car-yar deyib adına. Rəfi'ül miqdar. Yerləri, burada miqdar sayıları deyil, bəlkə yerlərin deyir ki, çoxdur buranın yerləri. Və xulefai üməviyyə. Yəni bunları görürsünüz, adam çox tərəfsiz gəlib deyib ki, bu da tarixdə vardırlar. Yəni Üməviyyə, Əbbasiyyə, Fatimiyyə və Əndülesiyyə və Müluk-i İslamiyyə. Mülükdən danışır. Yəni xuləfanın altında olan mülükdən danışır və Səlatini Güzini Osmaniyyə əhvalini bir vəci icmal müştəmil olan Ruzi Əl-Əbrar nami müxtəsər tarixi mü'təbəri cəm və təlif edib xaqani cəm çeşmi şəhriyar خاقان جم چشمی شهریار عالی فهم صاحب گران زمانه مایه امن و امانه پادشاه دوست نواز و دشمن سوز شهنشاهی به روزگاری فیروز ابوالفتح و الغازی ابوالخط و الغازی سلطان مراد خان غازی. Sultan Murad Xan dostlar bundan çox kitab bunun şeyində görmüşük. Mütəəssifانə bunun kitablar haqqında
o filmlərdə bir şey göstərmir. Sultan Murad xan Qazi Həzrətlərinin Ouni mülk-i qədiri ilə Darul Xilafi Bəğdad behişt abadi feth ve təsxir buyurdukları məhəldən bir qət vərəq bər xəbtu xəta təşrif saz məqam sədarət uzma olan vəziri Bircis fitnət müşir ali himmət. Bu Bircis fitnət nə olur? Başda buram. Ali himmət ملاذ حاجتمندان دستگیر افتادگان و بی ارباب استعداد yani bir iş bilmeyenler, yazıklar. Miftahi kilidi fethi Bağdad ve nazım umur devlet Osmaniye müessisi erkan mebani sultaniye tesir durur zeherat tesir ulviye meberrat Sadr Azam Mustafa Paşa. Sadr Azam ve Mustafa Paşa bir belə ona görə yazdı. Sultan Murada bir belə yazmamışdı ki, Mustafa Paşa'ya yazdı. Çünkü Mustafa Paşa pulu veren Mustafa Paşa'dır. Herkes pulu verse zırnanı o çaldırar da. Zakası herkes verse musikini ona çalarlar. Burada da aynıdır. Veffekahullah lima yeşâ'ü Hazretlerinin menzuri nezere enverleri olup gerini tahsin olduktan sonra veli nimet baisi uluvvi şa'ni bir sebep devletleri olan Huldaşiyan Firdus Mekan Sultan Said ve Sultan Şehid ve Said ve Şehid Murad Khan. Murad Khan şehiddi. Acayip. Murad Khan Hazretlerinin fethi davani ve təsxir Bağdad, bu Bağdadı təsxir edən, bunu yazsaq yaxşıdır. Ki görə xankisidir. Hanki Murad Xan'da bunu cəlibdir. Və sürükləri Qəzəvat ehtimalən sürdükləri Qəzəvat-i şərifələri müfredat-i umuri dörsinin ve şuhur ile mütenni olmayıp mer'i aldısır ruhi pürfütuhləri bazı kəlməni oxuya bilmədiyim üçün görürsünüz da. Yəni bazı kəlmələr biraz bu xəttə hələ adət eləməmişəm. Bu xətti çox cəlib xətdir. Töhfə-i duaları ilə, burada ilə yer zahirən qazılıbdır. Burada bir ya yazmışmış, uzun i yazmışmış. Onu siliblər, qazıblar əslində. Silməyiblər, qazıblar. Qazandan sonra üstündə ilə yad olunmaq üçün əlavət təfsil zəfərnameyi nam. Aha, adın sonra çevirib qoyubdur ki, Zəfərnamə. Zəfərnameyi nam bir müstəqil kitab olmaq babında bu əbdi purqusur istart eylədi. Bu istart eyləmək acaba istartıdır yoxsa bir ayrı bir şey? İşarət eylədi ehtimalən. İşarət illiyələri, bəli, işarət illiyələri şərəf-i sədr bulmağın imtisali fərmaniləri istical can əziz minnət bilüb. Burada bir kəlmə yazıbdır. Hər kimsə olub hər kəsə üstünə xətt çəkib yazıbdır. Fəhmi asan olmaq üçün
qeyd təklif inşadən azad rəsm və roşən sadə üzrə رسم و روشن ساده üzrə təhrir sonra təhric said qələm və mütəvəkkilən Allah əvvəli vadiyə vəz qədəm olundu. Ol vadiyə vəz qədəm olundu. Cənab-ı kim yadən rəca olunur. Cənab-ı kibriyadan rəca olunur ki, inşallah Teala bir vefqi vam qərin itmam və məğruzi xidməti Həzrəti Sədr Sami məqam olduqda nəzəri hüsn qəbul ilə mənzur olub naqli rəvani etimad o اعتمادن واقع اولانه خطا و امن عفو خطا دامن عفو عطا ایله مستور اوله اما توفیقی الا و ما توفیقی الا بالله. Amma oxudum çünki vaqəən o cür oxunacaqdı, amma gördüm ki, bu cümlənin dalısı onu amma etməz. Olar və ma tevfiq illa billah. İndi o ba'din yerinə, amma ba'din yerinə bunu geç. İndi məlum ola ki, bu kitab sihhəti nəsab əvvabi cənnət ədədüncə 8 babdır. Behiştin qapıları deyir ki, cənnətin qapıları 8 olduğu üçün bunu da mən 8 bab elədim. Səkkiz bab üzərə münqəsimdir. Bab əvvəl padişahi cəm həzrətlərinin rəvani fəthinə ət və ənani əzimət buyurduqları bəyanındadır. Pəs əvvəl xəlifi Osman xəlifəsi cəm həzrətlərinin Cami-Cəm də bəlkə bundan gəlir, bilmirəm, amma düzdür deyirlər ki, qədim şahlardan da, amma bəlkə elə bunun adıdır deyiblər, çox qədim gəlib nəzərlərinə, bilmirəm. Sultan Cəmdən danışır. Əvvəl bunun, birinci babda bunun dövrəsinə görə olan və fəthinə görə, fəthilərinə görə danışacaqdır. Bab-ı sani, padişah-ı aləmpənah həzrətlərinin səfəri rəvanda ikən, rəvanda haradı bilmirəm. Üstədə əlbəttə o dedi həzrətlərinin rəvanə fəthinə, bu da rəvanə haradı, onu da bilmirəm. Bunlar siliniblər, təzaşdan yazılıb. Bunu ərz edeyim ki, məsələn bu cəm həzrətlərinin rəvanə fəthinə ət və inayət əzimət buyurduqları bəyanındadır. Buracan silinib və təzaşdan yazılıbdır. Qazılıb, hətta beləsi desəm, qazılıbdır, silinməyibdir, təzaşdan yazılıbdır, fərqidir. Bab-ı sani, padişah aləmpənah həzrətlərinin hangi padişah demədi, bəlkə də elə onu dedi, yəni cəmi deyir, səfəri Ruvanda. Ehtimələn Ruvanda Afrikada bir məmləkətdə onu deyir. Ruvanda ikən İstanbuldakı zuhur edən umur bəyanındadır. O gedib Ruvandaya, ehtimələn üstədə elə Ruvanda imiş. İstanbulda şuriş olubdu, üsyan olubdu, kodeta olubdu, onun haqqında bilmirəm nə olubdu. Bab-ı salis, Sultan Qazi həzrətlərinin İstanbula vusulindən sonra vaqe olan əhval bəyanındadır. İndi şah o Ruvandadan qeydib gəlibdi, İstanbulda şurişləri nə cür yatırılacaq onu bəyan edir. Bab-ı rabi, Sultan-ı Ali Himmət həzrətlərinin Bəğdad istirdadı üçün səfəri nüsrət əsərə əzimət sürdükləri bəyanındadır. Bəğdadı əldən çıxadıblar, gəliblər Bəğdad işğal olubdur, gedib indi Tozaşdan oranı alır. Bəllidir ki, bu şahın zamanında yaşır, yəni Cəm şahın zamanında yaşır. İndi burada biz gedək görək, əvvəl bu Cəm şah hangi zamanda yaşayıbdır, onu bir tapaq.
Sultan yazaq ya da xəlifə yazaq. Hələ biləm sultan yazaq şuraq. Sultan Cəmi Usmani. Bunu necə çevirək biz ərəbi eləyək. Sultan Cəmi Usmani. Görək ki, bu ha zaman. Deyir ki, Sultan Cəm 1495-də doğulubdur. Nə cür? Desembri, qıvıncılıq bura. Görək burada nə deyir? Bir dənə əks çəkiblər Sultan Cəmə yazıb ki, Cəm 22 Desembr 1459-dan fevriyə ta 95-ə qədər. Yəni adam 49 il ömr eləyibdir. 49 ildən də az ömr eləyibdir. Ki, در فرانسه زیر زیزم خوانده میشد. شاعر و مدعی امپراتور عثمانی در قرن 15 بود. جم سومین پسر سلطان محمد دوم و برادر ناتنی کوچکتر بایزید دوم و در نتیجه عموی ناتنی سلطان سلیم یکم بود. پس از شکست از بایزید دوم جم به مصر و اروپا تبعید شد و در نهایت در ناپل درگذشت. او یک دیوان به فارسی و دیوانی به ترکی دارد. Buna görə belə bir şey yazıblar. Əlbəttə, çaş bunun türkçülərini bilmirəm, niyə görsənmir. Öncələr mən bunu görürdüm, lağəl eləyə bilirdim ki, ayrı dillərdə də oxuyayım. Mütəəssifanə indi onu. Bunu əgər ömrünə baxsaq, desək ki, hangi illər gedibdir, niyə buna tozih verməyiblər? Calib budur ki, görək bunu burada Wikipedia İngilisi. Yox, bu getdi fəqət Wikipedia'nın özünü tozih verir. Sultan Cəm. Most likely İraq tapdı, deyir ki, burada yoxdur, o səfər ehtimalən gedibdir. Səltənət 1470-dən daha 81-ə qədər. Yəni 7 il. 7 il 8 il bəlkə, 7 il hükümət eləyibdir. Vəliəhd olubdur, yox. 74-dən 81-ə qədər hakim olubdur. Kastamonidə 69 ilə 74 arası. Tamam, bunu biz indi buradan çıxadarıq. Yəni, bu kitab bunun dövründə yazılsa, deyək ki, ortada yazılıbdır. Bunun ortasında yazılsa, deyək ki, 78-də, 1478 miladi. Bunu çevirəcəyik, 1478-ə gedək. 1478. Sultan Cəm. Neçə olur? 887-də deyir ki, 882 düz üstürəm. 882-də bu adam iş üstü olsa, bu çox gəlir məncə. Amma bir baxaq görək da. 1447-dən çıxsaq 882. 565 il öncə. 565 il öncə. Cəm padişah dövründə. Yəni kitab əgər o dövrdə yazılsa, əgər ilə deyirəm, o dövrdə yazılsa bu kitabın 565 il şeyi var, ömrü var. Sultan 5-ci bab Sultan Ali Himmət Həzrətlərinin Bəğdadi istirdadi üçün səfər nüsrət əsərə əzimət sürdükləri bəyan. Gedir Bəğdada alsın. Bab-ı Xamis 5-cisi Padişah Ali Necad Həzrətləri səfər Bəğdadidə ikən
İstanbul'da zahir olan həvadis bayanındadır. Hey bir-birinin əleyhinə orada koditalar var, savaşlar var. Burada da gördük ki, yaşayışında əmsi ilə, qardaş uşaqları ilə filan savaşır. Bab-ı sadis husul murad ilə Bəğdadidən gəldikdən sonra vaqi olan umur bəyanındadır. Bəğdaddan qeydir, burada zəfəri qazanır, qeydir orada. Bab-ı sabi Sədr-i Əzəm Həzrətləri Sədd-i Suğur üçün Bəğdadidə qalıb ehtimamları ilə o sülh-i tamam olduğu bəyanındadır. Burada da gedir, vəzir qalıbdır Bəğdadda, özü gəlibdir. O Bəğdadda nə geçir, o haqda yazıbdır. Bab-ı Samin 8-ci Vəzir-i Əzəm Həzrətləri müttəsif olduqları bəzi xisal-i həmidə bəyanındadır. Vəzirin əxlaqına görə yazır. Bab-ı əvvəl 8 oldu da, yəni qutardı. Demişdim, behiştin 8 qapısı var, mən də 8 qapıda yazmışam. Əvvəl padişah-ı Cəmcah Həzrətlərinin rəvani fəthinə ət və ənan-ı əzimət buyurduqları bəyanındadır. Çün düşmən çaryargüzin sürxi səranə bədbin ya bədayin sürxi səran bədayin vücud bədbudi ərsə-i şuhudidən məfqud olmaq üçün səy naməhdud olunmaq salatin İslamiyyəyə vacibat və diniyyədən olub. Xüsusən İmam-ı Əzəm Həzrətlərinin, burada bir kəlmə yazılıb, onu sonra qərəliyibdir, ayrısını yazıbdır. Məsələn, burada fərar görsənir, deyir fərar olmaz, mərqəd yazıbdır. Görürük ki, bunun qələtləməyi çox təsir eləməz. Xüsusən İmam-ı Əzəm Həzrətlərinin mərqəd-i lami ənvariləri bir qəd sənədən bərü rəfəzi və mülhidini necə istilasına mülhidincə beləsi yazılacaq. Mülhidincə istilasına düşmən Bəğdad və behişt abadi Qızılbaş. Biz Qızılbaşlarla müşkül varmış, biz getmişik ora. Düşməni Bəğdad və behişt abadi. Behişt kəlməsi silinib yazılıbdır burada. Məsələn, bu adam behişt yazmamışmış ehtimalən. Burada silinib yazılıbdır. Behişt abadi Qızılbaş bir məaş dəsti təqəllübündən istirdad müqtezai izzeti səltənət və lazimi mə'nusi uluvi himmət idi lacərəm bir sənə müqəddəm vəzir-i Əzəm Məhəmməd Paşa tədarük mühimmat-ı səfər nüsrət əsər üçün Anatoli canibinə keçib məmur olduğu xidməti kəma yənbəği itmamə bəzl məqdur üzrə idi. Bu canibdə hər indi burada hər oxuyaq ya hünər oxuyaq. Burası o işi deyirdim, bunu oxuya bilməyəcəyəm. Nəzərimə gəlirdi budur. Hünər-i sayi mühimmat. Hünər dedəyi, hər dedəyi. Pəs məqdur üzərə idi. Bu canibdə nə mən oxuyaq bunu? Hər kim oxulur, hünər kim oxulur? Sair mühimmat və ləvazim keşvərgiri qədri kifayədən ziyadə ihzar olunduqdan sonra bə'dəl istixarə rəvani fəthi Bəğdad təsxirinə gedək o birisi səhviyyə təqdim buyurulmaq iqtiza edib ol niyyəti xeyri xatimət üzrə səniyyə ərbəə və ərbəinə və əlif şəhər-i Rəcəb əl-Mürəccəbi kitab o zaman yazılmayıbdır. Çünki bu deyir ki, nəcür oldu axı, bəs o nəcür oldu? Tarixdə bir iştibah vardı. Çünki üstə dedi ki, neçədə tarix, burada bizə bir tarix verdi üstə. Dedi ki, əgər tapa bilsəm haradaydı?
Kitabın boyu çox uzundur. Allah Allah. Biz çevirdik onu, dedik ki 882-ci hicri ilində 565 il bundan öncə onu orada oxuduq. 1000 burada yazmışdı amma indi niyə görmürəm? Bəlkə bundan da üstə idi. Adam bir dəfə oxuyandan sonra tundxani eləyə bilir. Yəni göz baxır, oxumasa da baxır, amma məsələ budur ki, hələ fiilən o tarix görmədim. Nəzərimə o tarix ilə bu tarix cür gəlmədi. Bunu böyle. Hər halda nəzərimə o cür gəlmədi. Çünki indi burada tarixi bir ayrı cür dedi. Deyir ki, Bağdada getdi, tamam, gedək bura Bağdada təqdim buyurmaq iqtiza edib o niyyət xeyr xatəmət üzrə səni ərbəə və ərbəinə və əlif. Səni, yox, səni ərbəə və ərbəinə və əlif. Yox. 1044. Yoxsa 1044 ilə 882 bir gəlməz ki. Yəni, bu cür gəlməz. Bunu gərək üstə nə demişdi? Demişdi ki, Sultan Murad Fəthi Bəğdad 1134-də bunu oradan yazdıq. Burada da Allah Allah. Bağdadın şeyi hələ burada yazacaq görək. 1044. Saniyə ərbəə və ərbəinə və əlif. 1044. Rəcəb, şəhri Rəcəb əl-Mürəccəbi ərəfəsində ya Qəzzəncində cübbexanə ökünə Tuğ Sultani mənsub olub, cübbexanə önündə ehtimalən ya ökünə Tuğ Sultani mənsub olub Mah-i Ramazan-ı Mübarəkün 4-cü günü Otaq-ı Xusrəvani dəst tə'yid Subhani ilə Üsküdar səhrasında Ta'nizən Qubbi, orada qeyd yazılmışmış, Qubbi zərniqar-ı asumani oldu. Səfər-i zəfər əsər müqərrər olacaq. Qaim məqam Bayram Paşa İstanbul mühafizəsinə məmur olub. Mühafizə burada elə bir ki, ustandar, indi ustandar deyə bilərik Azərbaycan, İranda şeylə. Orada qalır, mühafizə, yəni qaim məqam oluşur, onu hifz eləsin, amma eyni halda ustana da deyir. Dəqiq tarix veribdir ki, hangi gündə, yəni hangi ilin hangi günündə və Ramazan ayında, orada gediblər, ordu qurulubdur. Asumani olduğu səfər-i zəfər əsəri müqərrər olacaq. Qaim məqam Bayram Paşa İstanbul mühafizəsinə məmur olub. Vəzir-i Əzəm Oruci Humayun. Mən bunu cü oxuram, amma ola bilər ki, ayrı bir şey oxusun bu. Orduyi, bu dudur. Da, vav, beləsi oxunacaq. Orduyi. O üstə də ki, bunu oxuyanmadık, orada da d oxuyacaqdıq. İndi bunu burada d gördük, qeydək onu bir baxaq. Onu burada bu canibdə dü sami oldu. Mahi məzburun 21-ci günü Sultan Cəm
Sultan Cəmnişan Həzrətləridir. Yenə o ki deyirdik, hünər oxuyuruq onu. Dü kəmali izzət və iqbal və nəhayət hişmət və iclali ilə Üsküdarə güzar buyurub otaq cüz əntaqlərində otağı dəstəli teyləndir. Otağı cüz əntaqlərdən qərar buyurdular. Şeyxülislam Müftil Ənam Yəhya Əfəndi Həzrətlərinə dü tərkən ya türkən təklif rifaqət buyurdular. Ol alim Rabbani və seyir vəsili təhsil səadət dücəhani olan qəza səvabinə neyl üçün fərman sultan üzrə bu səfər nüsrət əsərdə iqbal misal mülazim və rikahca və cahu celal oldular. Burada rikah yazıbdır, amma bəllidir ki, silinibdir. Məncə rikab gərək olaydı. Cahu celal oldular. Ol mənzildə burada bir xət yazıb, yazıb şərifezar. Şərifezar yazıb ki, şir bişezar. Silib onu, yəni üstünə xət çəkibdir. Bu tərəfdə məsələn düzün yazıbdır. Deyir ki, şir bişezar və qaz kəban baş, demələ, qaz kəban baş, Mustafa Qaliyat, əcəba bu bir addır, nədir, onu baş tapmıram. Qalkəban baş, qaz kəban baş tapmıram nə olsun. Mustafa Ağa. İndi burada ağa sözünə bir şey deyim, qutaraq elə burada, bir gələrək axirdən də bir yarım səhifə oxuyarıq. Mustafa Ağa. Mən bir farsızda oxurdum ki, ağa və ağa fərqlidir. Ağa yazmışdılar ki, ağa erkək adama deyərlər, ağa o oğlana deyərlər ki, özün özgələrə verir ki, ondan yatsınlar məsələn. Görürük ki, yalan böyükdür da, elə bizdə ağa deyərik. Yəni biz Təbrizdə ağa demərik, bizdə ağa yoxdur. Türk dilində ağa yoxdur, ağa var. Elə hamı dədəsinə Təbrizdə ağa deyər. Böyüklərə də ağa deyərlər, xanımlar ərlərinə də ağa deyərlər. Ağamız məsələn. Heç kəs deməzsə ağamız deməzlər, ağa deməzlər. Və görürük ki, Türk dünyasında ağa bir ləqəbdir. Böyük adam, idari. Məsələn, indi deyirik, ustandar, fərmandar, bəxşidar, o cür bir məqamdır. Yəni, bu cür deyil ki, yaxşı idi. İdari bir məqamdır. Ağa. Ağalı. Yəni, mən bunu ad olaraq, belə şöhrət olaraq görmüşəm ki, ağalı deyə adam var. Bunun üçün o da yalandır, onu bizə deyiblər, belə bir şey yoxdur ki, məsələn, əxtə kişilərə, heç deməyək özünü özgə verir, amma əxtə elirlər, deyirlər qədim bəzi adamları, onlara məsələn, deyək ki, onlar ağadırlar. O cür bir şey yoxdur. Ağa bir idari mövqedir. Dərbarlarda idari mövqedir. Tamam, gedək kitabın axir səhifəsindən də oxumuşduq, biraz orada tarixi görmüşdük, əlbəttə kitabın yazma tarixini görmüşdük. Bilmirik ki, o kitab yazma tarixi əcəba nüsxənin tarixidir, yoxsa yazılmanın tarixidir. Bunu bilməyəcəyik. Bu kitabın bu səfənin birazını oxumuşduq. Gedək biraz da daldan oxuyaq, gələk
qutaraq, çünki yavaş-yavaş mənim o şeyim dolur. Sivas və Sivas babında nam məxufi yerdə olan viranə xanə təzdid edib. Müqabiləsində bir xane-i cədidü bəna etdiklərindən maəda cami və həmmam, cami məscid. Biz cami və həmmam yaptırıb ətrafında kəndi rizaləri ilə 400-500 ökləmək ilə önləmək ilə hala məmur abadan olub. Bu ökləmək nə məna olar? 500 önləmək ilə. Yəni nə məna olacaqdır bu önləmək? Bu gəlmək. 500 ev gəlmək ilə, 500 ev gəlmək ilə hala məmur, yəni indiyəcən hələ deyir qalırmışsa, abadan olub. Sivas yekdəri və bu müstəqil. Burada bir şey yazıbdır, onu oxuya bilmirəm. Sivas məştəri və bu müstəqil qazilik olmuşdur. O adı da hər nə mənədir, onu yazıbdır. Rabiən Ədirnədə Mixay bəy köprüsü təzdididir ki, در زمانی təzdididir ki, zaman əksər yolları viran olub. Burada bir şey yazıbdır ki, onu baş tapmıram. Düzər zaman ilə ehtimalən burada güzər olacaqmış. Bilmirəm, yəni başdan oxuya bilmirəm, özümdən bunu deməyim. Zaman ilə əksər yolları viran olub. İndi əndəvərində. Biz həndəvər deyirik Azərbaycanda, yəni döyürbəri. Burada yazıb ki, indəvərində ziyadə zəhmət çəkərlər ikən yeki hərf birdən 20 bindən ziyadə xuruş sərf olunmaq ilə xeyr əzim məmur və abadan olub. Vəzir Ədimülməvani Həzrətləri Vaqif-i Sani oldu. Xamitsən ya xamtən üzərinə yolunda çörlübdən ötə bir ağac köprü olub. Əksəri zamanədə bozulmaq ilə yolcular ziyadə məşəqqət çəkərlər idi. Ol xeyri etdüm edib. Burada bir şey yazıbdır. O xeyri ya xəbəri əsrəm edürüb. Burada ehtimalə o cesr olacaqdır. O cesri, yəni köprünü əstəm edib, etdürüb. Orada bu əkrəm də oxuna bilər. Əlbəttə əstəm də oxunur çox, amma möhkəm taş köprü bina etmişlər. Sadisən məmləkəti Rumani sərhədlərində Rumani ayrı yazıbdır. Yəni Rumani deyil, Rumani sərhədlərində bir dənə indi burada bir kəlmə yazmışmış, onun siliblər kamil. Gedibdir, fəqət bəllidir ki, bir dənə orada xət qalıb, bir dənə də axirində bir şey varmış. Nam qəl'ədə, qəl'ənin adı silinibdir. Yəni orada bir qəl'ə yazmışmış ki, məsələn, mən indi əgər istəyəm o silinmiş xətti oxuyam, bəgilərinam
Bəgilərinam oxuram. Əgər istəyəm onu oxuyam. Bəgilərinam qəl'ədə zamanı fəthidən bərü həmmam yapılıb. Görürsünüz orada əhalisi ziyadə zəhmətlər çəkərlər idi. Məlumləri axir səfər. Olunmaq fərman aliləri sudur edib bir ali həmmam və bir məktəbxanə yarut xanə, bu nə mənadır? Barutxanə. Barutxanə bina olundu. Sabiqən nəfsi İstanbul'da və Üsküdar'da və axər diyardən çeşmələr bəna edib, xüsusən qibləgahi nam bələdəllahul həramidə bələdi Allahil həramidə, yəni Məkkədə 1000 sənə və cari 1000 sənədən bəri cari olan mai ürəfatün ehtimalən Ərəfatın məcrası xarab olub bir qəd sənə münqəti olmuş ikən səadətli padişahımız həzrətləri sallamallahu mülkə məliküssəlam əhdi səltənətlərində silinib yazılıbdır. Ona görə qatışıb bir-birlərinə. Səltənətlərində 30 binə qərib zəri sürxi kamilül əyar sərf olunub abinab mə'ə ziyadi Kəbe-i müəzzəmə cari olub. Sədr-i Əzəm həzrətləri bais olmuşdur. Saminən İstanbul əsvaqının qaldırımları xarab olub. Bəni Adəm və Dəvvab, bu qabaqcan dəvam yazmışmış, o mız xətliyib üstündə dəvab, yəni heyvanlar. Kəmali mərtəbi zəhmət və istirab çəkərlər ikən əksərin kəndi malləri ilə yapdırıb Bağdas ma ədasını əslat və vəsayayı ehtimalən sula ma ədasını əslat vəsayayı qeyri müəyyənə və bəzi təsərrübat mütədilə ilə təhmil etdilər. Tamam, bunları oxumuşduq. Tarixi də oxuduq ki, 1136 Zilhəccə o zaman yazıbdır. Yazanı da Hacı Süleyman. Çox gözəl bir kitab, tarixdir və oxumalı bir kitabdır tarixdən və tarixdə məsələn türklər mədrəsə düzəltməyiblər deyəndə bir dənə kətdə gedibdir, hamam düzəldibdir. Mən Təbrizə gəlmişdim. Təbrizdə 1352-də evlərdə hamam yox idi. Çox az ev var idi ki, hamam olsun. Çox az. Amma şəhərdə hamam dolananda Allahu Əkbər, məsələn, diqqət edirəm, Bahar xiyabanında, yəni Qarağaşda bir dənə hamam var idi. Baharda bir dənə Höhməvarda hamam var idi. Bir dənə daha o şey ki, Kuyu Səfa deyirdilər, Səfa köyü. Orada bir hamam var idi. Yəni adam istəyirdi hamama getsin, bəzən gərək gedirdi bazara. Yəni hamam o qədər az idi. Amma görürük ki, orada mədrəsə tikir, kətdə filan, bunlar oxusaq bizə görsədər ki, Osmanlı təməddün düzəltmək üçün, mədəniyyət yaratmaq üçün Osmanlı uyğarlığı nə deməkdir? Yəni biz istəyək Osmanlını tanıyaq, özdə neçə il bundan qabaq? 500 il bundan qabaq. Ən azı 500 ta 600 il bundan öncə görək ki, onlar neyniyiblər? Körpü salıbdır, təxtə körpülər çürüyüblər, daş körpü salıbdır, 500 dana kənd, məsələn, evləri yıxılıb, onları düzəldiblər, nə bilim, mədrəsə düzəldiblər, filan düzəldiblər, karvansara düzəldiblər. Bunlar görək ki, bir mədəniyyət düzəldiblər. Bu cür də deyil ki, deyək,
Biz bilmədiyimiz üçün çox şey deyirik, bəlkə yox idi. Bu kitab bizə öyrədir ki, o zamanlar nələr var imiş, nələr yox imiş. Və biz dədələrimiz uyğarlıqda o nə cür abad eləyiblər? O zaman nə cür imperatorluq qurublar? Nə cür imperatorluq deməyək, dedim, imperator çox kiçik bir kəlmədir. Zahirən bir kiçik bir yerə hakim olan adama bizim əmir dediyimiz imperator kəlməsinə rast gəlir anlamı. Biz indi onu böyük işlədirik. Çünki imperializmin anlamını nəzərdə tutanda işlədirik. Bizim padişahlarımız məmulən çoxlu şəhərlərə hökm ediblər. Çoxlu böyük bölgələrə hökm ediblər. Padişahlarımız xəlifələrdən hələ danışmıram. Xəlifələr də ki, mənəvi olaraq İslam dünyasının xəlifəsidir. Sultan olaraq İslam dünyasının bir çox torpaqlarının ki, indi məsələn 55 dana məmləkətə, 45 dana məmləkətə çevrilib indi. Məsələn, Osmanlının son məsələn 300 ilində torpaqlar ki, bölünüblər Osmanlıdan, onun indi içində 45 məmləkət var. Yəni oradan 45 məmləkət çıxıbdır. Bunu idarə sistemi, ədalət sistemi, məhkəmə sistemi, təlim-tərbiyə sistemi, saxtaman salmaq sistemi, bunlar o şeylər ki, biz bunları danışmalıyıq. Ordu, görürsünüz, gedib kətdə bir dənə daha orada barutxana düzəldibdir. Yəni, istəyirəm deyəm ki, bu kitab sadəcə tarix deyil. Bu, mədəniyyət, türk mədəniyyətin, türk yaradıcılığın, türk society ya toplumunda nələr keçir fikri olaraq, düşüncə olaraq, din olaraq, tikili olaraq, yazılı olaraq bu onları bizə göstərir. Məsələn, burada kitabları biz tanırıq ki, Sultan Muradın dövründə nələr olubdur. Yəni, bunu heç vaxt bilmirdik. Tamam, bunu öyrənirik. Mənim nəzərimə bu kitab nüsxədir. Əlyazı da görsənir, nəzərimə əlyazı da gəlir. Yəni, əlyazı da əlbəttə ki, əlyazıdır. Amma mənzurum, yəni o birinci nəfər ki, bu kitabı yazıbdır, onun qələmindən çıxan yazıdır, yoxsa bunu o yazıbdır, bir nəfər də bunu onun üzündən yazıbdır. Mənim nəzərimə bu nüsxədir. Yəni, əlyazmanın üstündən yazıbdır, qələt yazıbdır, qeydib onu silibdir, düzəldibdir. Sağ ol, məncə Allah rəhmət eləsin, sağ olsun deməyək, Allah rəhmət eləsin, əmanəti saxlayıbdır. Hər halda bu günləri də türk dünyasından türk mədəniyyətin, türk uyğarlığını tanımaq üçün heç olmasa bir keçən 560 ildən deyək bu üzə, keçən 560 ilin bir miqdarını tanımaq üçün bizə bir tarix qoyubdur. Bu tarixdə sadəcə savaşdan danışmır. Tikintilərdən, idarə sistemindən, bunlardan da danışır. Və bu, mədəniyyəti göstərir. Məncə, çox cəlib kitab olar, bunu oxuyan eləyə bilər ki, Osmanlı dövründə, Osmanlı torpaqlarında olan durumu görə. Əcəba istimar eləyiblər, yoxsa bir şey də yaradıblar. Əcəba bir mədəniyyət, uyğarlıq özləri ilə ora aparıblar, orada yaradıblar, yoxsa gediblər fəqət işğal eləyiblər, eyni ingilislər kimi çəpavül eləyiblər, gətiriblər, eyni ruslar kimi, eyni fransəlilər kimi gediblər, onların dillərin, dinlərini dəyişdiriblər, torpaqlarında nə mənə var yığıblar, gətiriblər, əllərində, ciblərində nə var yığıb gətiriblər. Onları görmək olar. Hər halda çox cəlib bir kitabdır. Umarım ki, bu kitabları oxumaqla eləyə bilək ki, tariximizi düz bilək və özümüzü milli